Sonra əmək fəaliyyətinə başlayıb, bir ilə yaxın toxuculuq kombinatında baş energetika şöbəsində işləyib, Zaur gənc mütəxəssis kimi öz məharətini göstərmək arzusunda idi. Lakin 20-ci yüzilliyin 90-cı illərində yurdumuzun Qarabağ bölgəsi, ona bitişik ətraf rayonlar erməni terrorçuları tərəfindən işğal edilir, dinc insanlar qətlə yetirilir, evlər, əkin sahələri dağıdılır, viranə qoyulurdu. İnsanlar məcburən ev eşiklərini tərk eləyərək yurdumuzun müxtəlif bölgələrinə köç edirdilər. Vətənimizin bütün gənc övladları kimi Zaur da öz vətəndaşlıq borcunu yerinə yetirməyə can atırdı. 1993-cü il oktyabr ayının 6-sında müddətli həqiqi hərbi xidmətə çağırılan Zaur torpaqlarımızın müdafiəsinə yollanır.